Yaxınlaşma da sən. Sən mənim mazqalarımı xərab eləmə burada. Ay qismət, qadan alın, fikir vermə ona. Əsəbi deyə baş qoşma, yaxşı yola ver getsin. Günah özümdədir də. Görürsən əsəbidir. Yaxınlaşma da, heç nə demə. Yaxınlaşma. Gərək evlənəsən bir kişi kimi bir arvad qulluğu görəsən. Arzu, evdə nə yoxdur, evə nə alın? Nə alacaqsan? Qoyun əti, qaymaq, bal, pendir, qoz, fındıq, holland Əsərəbəti pendir. yığışdı. Axşam yeməyi evə nə alın? 2 kilo kartoşka. 1 kilo bəs eləyər? Eləyər. Qismət. Aşağıdan 800 qram kartuşka qalx yuxarı bir. Bundan sonra qəzeti çap eləyib, verəcəyik piraşki satanlara. Qoy cəmaət əlinin yağını silsin. Onda atama rəhmət oxudular. Ay ata rəhmət ya, bu kişinin başı işləyir də. Ah, qonşunun danışığına bax, sən Allah. Gəl ki, bu səviyyəlidir, mədənidir, alicənabdır, ziyalı ailəsindəndir. Niyə nə deyirsən ki? İndi deyərəm niyə. Al, indi görərsən. Görsən nələr deyir? Səviyyəsiz. Mədəniyyətsiz. İndi göldən balıq tutub gəlirəm. Mənim də rəng balıq istədiyə. Dahi Fransız alimi çox yaxşı buyurur. Je me rüzi un demi trente. Körlü balıq istəyən quyruğu trente. Suda gərək. Getsin məhəbbət sənin üçün, getsin bir göl balıq gətirsin, nə problem var ki? Göldə balıq tutanda istədim əl üzümü yuyam. Tok necə məni şaqqılladıbsa 4 dəfə gölün dibinə dəyib qayıdır. Toku qoşdum gölə. Toku sən qoşmuşdun? Mən onu bacarıram axı. Bacarıram onu. Tok qoşdum. Sonra girdim gölə balıq yığmağa. Kimsə gölə qumbar atdı. Balıq istəyirsən? Gedək yiyəkdə də bunu nə edirsən? Balıq tutandır. Yürü. Görüşərik qardaş, görüşərik. Bunu təşkil eləyəsən də təşkil eləyəsən sən bunu. Mənim atam hamıdan güclüdür. Bir dəfə bir qazan su içir. Sənin atan güclü deyil, sənin atan görməmişdir. Mən səndən nə qədər almışdım? 20 manat qadasın. Nə qədər qaytarmalıyam? 30 dedin, 20. Bon. Sən mənə 30 manat ver. Mən 40 qaytarım da sağ. Vaxtımla xəbər elədi. Həmçilə buradan bura deyirsən. Mən nə qədər almışdım səndən? 30. Nə qədər qaytarmalıyam? 40. Ala. 30, 40. Sən mənə bir 40 manat ver. 50 qaytarım, 2 dəqiqə. 2 dəqiqə 50 qaytarım. Qavuzanı çoğunu. Babacan al. Yox, bilirəm sən sözünə düz adamsan, ala. Nədir? Hə. 40. 2 dəqiqədən sonra mən sənə 50 manat qaytar. 2 dəqiqə nə edirsən ki, kişi? 40. Aha, hə, bacan. Verdin 40. Bu da 10, 50. Təmiz? Təmiz. 500 ver tamam, 500. 500 ver. Bacan qadasına bu 20, 30, 40. Hayır, 500 ver, 500. Bax, amma verirəm. Amma Hə, 750 istəyirəm ha. Problem yox da kişi, problem yox. Nə aşağı düş ya, o nə deməkdir aşağı düş? 750 ver, 700 ya. Ne? 20 almışam, 30 qaytarmışam. Aha. 30 alıb 40 qaytardığım olub. Aha. 40 alıb 50 qaytardığım olub. Aha. 3 dəfə mən yaxşılıq eləmişəm, bir dəfə də sən elə. Yoxdur, vermirəm. Nətər yanını bölmüsən ha? Halledim.
Ay xanım, nə fit çalırsan? Meşədə deyilsən, ayıbdır. Nə fışdırqlıysan? Mən fışdırıqa çıxan kişilərdən deyiləm, ha. Şıqırma, fit çalmıram, qapımızın zəngi belədir. Keçəlim. Ay qardaş, belə olmaz axı, əlimizdə nə gecəmiz, nə gündüzümüz var. Səhərdən axşama kimi ya, bilinmir, oxuyur, yoxsa at kişniyir. Qoymur yatmağa. Kimdir o elə? Doğuşlar hər kəsdən şikayət edəcək. Sizi məhkəməyə verəcəyik. Ay xanım, qadınım, sən get, yıxıl, yat qadınım. Olmaz axı belə. Sıkın deyil axı bu. Görsən? Bəs mən evdən bayra çıxa bilmirəm, bir yavru olmuşam. Amma deyirəm, sən nə tər kişisən, sənin qaynana qoxuyur. Ya mən bu evdən çıxıb gedəcəm, bu arvad oxuyacaq. Ya mən bu evdə qalacam, bu arvad oxumayacaq. Ay Tali, bunu eşidəcək, biraz sakit danış da. Mən də onu istəyirəm ki, qoy eşitsin, bilsin. Rüsvay olmuşam. Adım var, sanım var, olmaz axı. Rüsvay olmuşuq. Qonum qonşudan abi deyə, hamı dir ana müğənniyə başlayır. Mən bilmirəm, mama oxumayacaq vəssalam. Ay baba, ay ömrüm. İndi oxumaq istəyir, qoy oxusun. Yəni deyirəm, eşidər, əsəbləşər, atar bizi bayıra, qalarıq kirələrdə, zulumlarda. Kim verəcək kirə pulunu? Mən kişi xeylağıyam, fikir vermirəm. Sən nə? Kəs səsimi! Şuna bax. Elə belə eləyirsən deyən heç kim məni saymır da. Bütün telekanallarla danışmışam. Bayaqdan deyirdi oxumasın, Danışmışam ki, heç bir kanal onu efirə bırakmasın. Heç bir kanal onu çaymasın. Sağ ol Yeznə. Ay Tali, əsəbləşmə də. Kamran, mama qurban, gəl papa səni maç eləsin, gedir. Əsəbiyəm, şarjda da qalmayacam. Bacanaq, gəl. Qalasından mənim ürəyim dözməz. Bircə dəqiqə uşağı öpüb gəldim, bircə dəqiqə. Gel sarışınım, Tali, gel akşama sen öpüşürüm. aşığım, gel sarışınım, gel sen aşığım, gel. Talih olsun, mən də çatdıra bilərsən. Hara? Studiyada zapisim var. Gel sarışınım. Mən bərk sürürəm, ürəyin bulanar. Kakraz mən də tez çatmalıyam, tələsirəm. Yenə bərk sürəcəkdir, yenə bərk sürəcəkdir. Ürəyim bulanır, bərk sürəndə. Bəsdirin də, niyə görə hər dəfə bu oyunu mənim başıma çıxsın? Niyə görə məni məcbur etsin, sizinlə ayrı cür danışın? Tapşırmamışam, sənə deməmişəm işə gecikmə, sən nə orada gülürsən? Nə oldu, qız gəlmədilər? Bu dəqiqə girdilər içəri. Bırax hamısını içəri. Oldu. Qoy gəlsinlər. Bəsdirin də, niyə işə gecikirsiniz? Niyə hər gün bu oyun təkrar olmalıdır? Siz də tam dilini başa düşmürsünüz? Bəsdirin də. Bu ne bildir, ha? Mən sizə axırıncı dəfə deyim. Nəsə olur? Tutardı. Bugündən kim işə geciksə, mən bilirəm nə edəcəm. İşə gecikən adamın maaşından 140 manat keçəcəm. Xansılar müəllim, 40 manatı biz hardan tapaq? Boşa düşmədim. Verdiyiniz maaş 100 manatdır, 140 manat cərimə eləyirsiniz. Bəsdir də özüm işlədim. Aldığınız maaşı mənim üzümə vurmayın. Siz nə iş görürsünüz ki, nə də məndən maaş istəyirsiniz? Ərəblər bu yerdə yaxşı deyib. Vəl-əhli, vələ-vələ-vələ-vələ-li, rım-çıqı-tıqı-dan-dum. Bunu oynamaq yeri deyil, qardaş. Bugünlük bu qədər. Ruslar bu yerdə yaxşı deyil. Bu bıraktı simonatçısı da. Üzr istəyirəm, ağzımdan çıxdı.
Cəhənnəm ol, nə bayram? Bu da belə. Bu da belə. Arzu, Hə. beynimə kükü düşüb. Onu necə pişirirsən? Kükü nə dayı qız? Kükü də göyərti ilə olmur. Eşitməmişəm. Necə eşitməmişəm Arzu? Mama pişirir deyə o göyərti xırda-xırda doğrayır. Üstünə yumurta vurub qarışdırırsan, o üzbüz qızardırsan. Hə, kükü. Ha. Göyərtini xırda-xırda doğrayıb üstünə yumurta vurub yağda qızardırsan. Qismət, Hacı, bu Ceyran xala haqqında sən nə düşünürsən? Nə fikirləşsən? nə fikirləşsən? Özünə baxan, hallıca, durluca xanım xatın bir arvaddır. O barədə demirəm. Oxumağını deyirəm. Heç nə, qəşəng səsi var. Belə də ki, hallıca, durluca xanımdır da, müğənnidir. Belə də ki, o birisi müğənnilərinin bundan nəyi artıqdır? Səfiyyəsiz. Ayıb deyə. Vallahi ayıbdır. Belə müğənni olar. Niyə elə deyirsən? 60-cı illərdə solist olub mama. Arzu, bəssən Allah. Şökətin kafesində mən də solist olardım. Papa rəhmətli sağ olsaydı, mamanı tikə-tikə doğramışdı. Yaxşı görəysən Allah. Tikə-tikə. Nəsə eləmişdi də. Heç olsa 2 gün küsülü qala bilərdilər də. Deyirsən mamanın fanatlarıdır. Ay Allah. Bu nə day mama? Bu hələ harasıdır? Bayaq maşını üstümə sürürdülər. Gələcək günlərimiz hələ qabaqdadır. Populyarlıq da bir şeydir. Ay mama, bəssən Allah. Nədir? Sen la 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 sen la 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 Məhəbbətiz məhəbbətini sübut etmək üçün sənə neyinəsin axı? Məhəbbət bəsdir də, Vüsal gələcək indi. Vüsal kimdir? Sən məni Vüsalla qorxudursan? İdmançıdır güya o. Qoluna biraz güc yığıb güya idmançı oğlandır. Vüsal. Mən qorxmuram ondan ki, onun əlində ölərəm. Qoy o qorxsun ki, mən onun əlində ölərəm. Vüsal, o gəlsin, ağzıma gələni deyəcəm. Salacam Tansar müəllimin otağına, şkafın içinə. Gör neyinəcəm onu. Ay, lobby. Yo, I love you. Oh my God. Alo. Şkafdadır. Talih. Bir dənə ambulans sifariş ver, denən yaxşı bir dənə iş var. Gəlsin. Yaxşı. Doğrudan ay mama. Rafael'la Papayla tanış oldun. Mən oxuduğum ansamblda kanon çalan idi. Hə? Ay mama, doğrudan ne? Bəs necə papa ilə evlənəndən sonra mı oxumadın? Qalxırdın kişidən. Hə, qorxurdum. Toydan sonra atan köçür gəldi bizə. Mən də təzə gəlin idim, Avrhaya var idi axı, 5-6 ay oxumadım. Sonra elə istəyirdim oxuyam, Yediyarın anası rəhmətə getdi. 5-6 ay keçdi, mənim bibim rəhmətə getdi. Sonra onun əmisi rəhmətə getdi. Sonra mənim xalam rəhmətə getdi. Sonra onun atası rəhmətə getdi. Sonra mənim anam rəhmətə getdi. Nəysə, beləcə 2 nəsil qabaq-qabağa qırışırdılar. Gördüm ki, bunlar çox qaşlı tutdu oynayacaqlar. Belə mikrofonu həvəslə aldım əlimə. İstəyirdim ki, oxuyam. Atan rəhmətə getdi. Çox pis oldum, düzdür. Amma ilimi gözləmədim.
Mama, bəlkə oxumayasan. Elə şey olar ay bala, necə oxumayım? Bəs bu evin xərcini kim versin? Bax, onun ərinin, maşının, kreditinin pulunu kim versin? Sənin əriyin, palın, paltarının pulunu kim versin? Uşaqlar var, məktəb var. Oxumasam yaşamaq olmaz. Hamısı xərcdir. Demək hasaddır. Oxuyacağam. Nə pişirsiz ay bala? Kükü. Kükü nədir? Göyərtini xırda-xırda doğrayırsan, duzunu vurursan, yumurtasını sındırırsan, atırsan tavaya. Nə istəyirsən sən məndən? Vüsal, sən məndən nə istəyirdin? Mənə başa sal. Hı? Yox, dalaşmazsan gəl dalaşaq da. İndi sən əlinə güczat belə toplayırsan, tikilən daş qaldırırsan, güccün olsan, eləmi? Gəlməzsən gəl dalaşaq da, gəl bir yerdə dalaşaq, qaba-qaba dalaşaq da. Gəl dalaşaq, nə durursan, gözlürəm sən. Heç yeri gedir, gəl dur. Əsəbləşmə kişi, gəl keşf elə, əsəbləşmə sən də ki. Sən deməmişəm oyun oynama. Deməmişəm oyun oynama burada. Talih. Buna məqalədir. Nə? Hansı? Oxuyuram. Senegalda təyyarə qəzaya uğrayıb. İtki yoxdur, 2 nəfərin ürəyi bulanıb, bir qadın da uşağını dünyaya gətirib. Qəzetimiz adından pilota təşəkkür bildiririk. Eşitdin İsmət? Hayır. Məqalədir da, bu nə pis ki qadın oğlum? Məqalə pis deyil qadın oğlum. Senegal, təyyarə, qəza, üstəlik də bir uşağın dünyaya gəlməsi. Məqalənin başlığındadır problem. Aygün Kazımova yenə soyundu. Özüm belə yazdım ki, məqalə cəlbedici olsun da, qurban olun. Yoxsa Senegal təyyarə olur, bizə nə? Bilirəm ki, cəlbedici olsun, oxusu da. Özün demişsən, ay qurban olun. Vay. Bu Madonna lap ağını çıxardı be. 55 yaşı var, 2 uşağı var. Yenə də başlayıb müəllimlik fəaliyyətinə. Heç olmasa o uşaqlardan utan. O 4 dənə nəvəndən utan. Ay cəhənnəm, heç olmasa o 2 kürəkənindən utansın. Ayıbdır, ayıbdır. Qismət, sən öl bu ceyran bizi ləkələyəcək. Xansar müəllim, bir dəqiq olar. Ha. Qadan alım, sənə bir şey deyim. Bizim bu ceyran da mahnı oxumağa başlayıb qaynana. Başlasın da, Madonna'dan o nə istəyir ki? Bilirəm, gör neçə yaşı var, 55 yaşı var, 2 nəvəsi var, kürəkənlərindən ayıq deyil. Ki, boş-boş danışmayın. Nə kürəkəniz adı, onun kürəkəniz adı yoxdur. Ki, kürəkəni mənəm. Sənin qadağan, bir dəqiqə zəhmət olmasa. O sənin sözünü yerə salmaz. Bir dənə ona zəh vur, xahiş elə müğənniliyin daşını atsın. O müğənniliyin daşını atan kimi mən burada İqranın daşını atıram. Yaxşı, bu dəqiqə onu zəng eləyərəm. Sən bir yağırçılıq da var. Qoy oxusun da yavaş-yavaş öz başını girələsin də. Selamünaleyküm. Bura Tez Bazar gazetesinin ofisi mi? Tez Bazar yox, Şedırğı qəzeti. Burada. Ben sizin gazetenizin baş redaktörüyle görüşmek istiyorum. Ceyran xanımla söhbət elədim. Allah canını sağ eləsin. Arvad konkret müğənniliyə başlamaq istəyir. Allah, bu da onun şəkli. Vurursan qəzetimizin 1-ci səhifəsinə. Oldu, başlasın. Çox sağ olun. Buyurun. Abi, siz Hansuvar Bey misiniz? Bəli. Siz kimsiniz? Ben Bebir Bey'im. Sizin gazetenizin 1. sayfasına reklam vermek istiyorum. Çox gözəl. Demək, bu həftəki qəzetimizin 1-ci səhifəsinin yuxarı tərəfində olacaq Ceyran xanımın şəkli, onun altında da olacaq bu bəyin reklamı. Hansuvar Bey çok güzel hanım. Kim bu? Bu Ceyran xanımdır. Təzəcə müğənniliyə başlayıb, həvəsi var. Sesi var mı? Var, təbii ki. İstəyirsən bir zəng eləsin, səsinə qulaq as. Sesini duymak istiyorum. Gəl bura görünmədə. Dəqiqə. Keç belə. Salam Ceyran xanım. Ceyran xanım, bir dənə zümzümə eləyərdik, səsinizi qulaq asmaq istəyirəm. Buyur. Zilə qalxın. Çok güzel, süper. Çok beğendim. Ben bu hanıma sponsorluk yapmak istiyorum.
Beni bu hanımla görüştürür müsün? Tabii canım. Görüştürürüz. Çok güzel, süper. Çok güzel bir iş yaptınız. Beraber işler yapacağız. Ama önce size biraz avans vermek istiyorum. Sen de çok emek harcadın. Beni bu güzel hanımla tanıştırdın. Bir sürü kontrol harcadın. Çok sağ ol. Çok Sen kimsin? Mən də o karifeyin kürəkəniyəm qadınam. Maddi durumun nasıl? Qurbanım dolanışıq var, adam sıxıntı içində bir zulümlə yaşayır. Bu paralar çok kolay kazanılmıyor be koçum. Ağzının suyunu sil. Ansuvar Bey, o hanımla beni görüştürür müsünüz? Yox, qismət indi kiçiyimizdir, sizi görüşdürər. Buyurun, buyurun. Gelmek istiyorsan gel. Yaxşı ki, yaxşı. Necə? Süper, süper. Bu kabiliyet size nereden geldi? Bu istedat bizdə nəsillikcədir. İncəsənət bizim qanımızdadır. Hələ mənim ulu babam Xan sarayında klon işləyib. Rəhmətli atam Əliyağa Vahidin yanında çıxma çalan olub. Bilirsən, yəni bizdə musiqi duyumu, tamaşaçı ilə ünsiyyət həmişə olub o vaxtdan. Çok etkilendim. Yemin ederim tüylerim diken diken oldu bak. Çok güzel, çok güzel. Sesini dinledikten sonra o kadar güzel düşünceler geldi ki aklıma. Senin konserlerini yapacağım. Öyle mi? Antalya'da, Bursa'da, Bodrum'da, Kuşadası'nda. Hatta Amerika'da. Amerika'da konserler yapacağım. Amerika. Evet. En sonunda gala konserini Azerbaycan'da stand ünlü yapacağım. Ama bir şey var. O konsere değişiklik olsun, orijinal olsun diye yüzü kapalı çıkarsın. Niye yüzü bağlı? Sən üzü açıq çıxsan stadionda adam qalmayacaq. Hamısı qaçıb gedəcək. Bu sifətə adam qalmaz. Sən elə üzü bağlı çıxsan yaxşıdır. Abi sən bu Ceyran konsertindən sonra Tarkan, İbrahim Tatlısəsi, Ebrucun dəş gətir stadiona. Ne gereği var ya? Bunun yarattığı bir yavruçılıqları yalnız onlar yaddan çıxarda bilər. Ama turnu öncesi size orijinal bir lakap düşünelim. Mən bildim. Xala. Ceyran xala. Yox, tapdım. Gəlin, rəhmətli əri dənizdə batıb deyə ləqəb də eləyək Batan. Ceyran Batan. Tamam, olsun Ceyran Batan. Ama turnu öncesi gelin işimizi garantiye alalım lütfen. Ben garanticiyim de biraz. Bir mukavele imzalayalım. Ben size tamı tamına 5000 teklif ediyorum. Ne 5000 nədir, müqabilə nədir? Qətiyyən olmaz, mənim qaynanam oxumayacaq. Az mı? Çerez moyturu. Abi, pul həyatda hər şey həll eləmir, başa düşdün? Tamam. 500.000 olsun. Buna bax, mən deyirəm pul həyatda hər şey həll eləmir, bu maddə 500.000, mən də razılaşıram. Allah xeyir versin, anam. Səsinə qüvvət. Zalim dünya, görməni də satdı. Hayırlı uğurlu olsun, vatana millete hayırlı olsun. Şimdi gidin yavaş yavaş hazırlıklarınızı görün. Ben sizi bir hafta sonra hepinizi İstanbul'a bekliyorum. Anlaştık? Kaşık getir! Kaşık getir, senden getir! Senden getir! Bileği sok! Bileği!
darıxır ki. Bəsdir sən Allah. Getdikləri bir həftə durucu darıxırsa, özləri deyiblər ki, 3-4 ay qayıdacaqlar. Bir ölsənən olsun da, 3 ay yarımı bu evdədirlər. Yaxşı ki, siz Batumi gəldik. Aklıma da gelmezdi ki Bəbir Bey efendi böyle maşenlik olan bizi konser yapma adına Allah apar kendi memleketine restoranda karson işlet. Olur mu ya böyle şey? Olamaz. Mənim şeyim laf çətin idi. Elə bilirsən, restoranda bu şibal işləmək Hasan düşdü. Amma öz aramız daha bacara. Qəşəng qabı yumağım var imiş ha. Ah bu Bəbir Bey efendi neden böyle yaptı? Eşitməyibsən, dədə babadan Bəbirlə Ceyranınki tutmur. Amma adamın üstündə Allah var, pis gəlmədik. Bir həftəyə o boyda yolu iş, dəvə də gələ bilməzdi. O Bəbir əlimə düşsə, onun qabırqalarını bir-birsin bölüm. Burnunu ağzına qatıb qarışdırıb, qanına qaltanlayıb. Əclafın bizi aldatmağına baxır. Axı bu əxlaq normalarına ziddir. Ay mama, bəs necə gəldiniz? Nə pulunuz var, nə də yolu tanıyırsınız. Ah necə gələcək? Bakı Ceyhan borusunun yanıyla. O kök pover hər dəfə mənim üstümə çığıranda elə bir çömçəklə başıma qaynar su tökürdülər da. Elə bil nədir? Elə çömçəklə hər səfər üstümə qaynar su tökürdü. Ay mama, bütün şəkilləri başa düşdüm. Bəs bu Barış Mançona necə şəkil çəkdirdin? Ölməyib bu. Mən Barış Mançonu tanıyanda, onunla şəkil çəkdirəndə siz hələ proyektdə yox idiniz. Arzu, yeməyə nə var? Kükü. Kükü nədir? Göyərtini xırda-xırda doğrayırsan, vurur. Hə, göyərti nədir? Bu evdə bir də göyərti ad çəkmə. Niyə? Bir həftədir yol boyu göyəyə gəlmişik. Qulaq as. Ondan sonra dur bir dənə bozbaş pişir yeyək. Ya da bozbaş sən itir. Ceyran xalım, sən bozbaş bacarsan, dur bir dənə əlimi göstər. Yaxşı. Şəkillərimi verin. Qapar rəhmətliyin yanından az, tək darıxmasın. Türkiyədən qazancı elə şəkil qaldı. Yenə fışdırıqlayır ha. Hal-hazırda sizə təqdim edirik. Selamun aleyküm. Aleykümselam. Maşallah, çok güzel. Ben var bu kadını, bu fotodaki kadını aramak. Bu kadın var burada yaşamak. Ha, bu yeni şeyler gəzir. Bəli, bu qadın burada yaşayır. Nə lazım edir ki, qardaş? Ben tanınmış menajer Abdullah. Var ben bu kadını dünya starı yapmak. Dayan, bu mənə yaman tanış gəldi. Bəbir oxşadıram. Döndürmə. Ben bu şeyde, Arapça bilmiyorum da, Türkçe konuşabilir misiniz abi? Tabii ki. Ben bütün dillerde konuşurum. Bir dakika atlam, bir dakika sen şeyler sürçün rahatlan, hamınız sumu fürkütmeyin. Buyur kes, kes. Kes, kes. Evet. Say olmuşuq. Qonumun ağrabadan ayıb deyir. Mən bilmirəm. Mama oxumayacaq vəssalam. Kəs səsimi. Mən o bir serialda ilişməli sakit evdar qız. Ev qızı. Bəs mən bu evdən çıla çıxa bilmirəm. Tek kim apardı? Ama stadyona konsertten sonra şey eləyəsiz bəlkə, açıqdan çıxıyor. Burada mən tek stadımdan çıxırsınız, burada yalan gözünüz verirsiniz. Ha, yeni yatımız. Bir cümlədir ne? Sen üzü açıq çıxsan, stadyonda tıksan da öyle. Tıksan olsun da. Halik de move it, move it. Hazır. Motor. Sen elə üzü açıq çıxmağın Allah'a and olsun. Все, axırıncıdır. Sen üzü açıqsan, stadyonda adam qalmayacaq. Все. Zalim dünya.
Gör məni də satdı. Gülməli dedim. Atamın zarman bundan artıq işlədir. Əti xırda-xırda doğrayırsan, yumurta vurub o üzbüz qızardırsan. Hə, kükü. Göyərtini xırda-xırda doğrayırsan, yumurta vurub. Göyərtini yumurta ilə çalırsan, sonra yağda o üzbüz qızardırsan. Dorğamalı deyəmədim, yap doğrayırsan. Qadın alır. Göyərtini xırda-xırda doğrayırsan, yumurta ilə çalırsan. Nəyə gülürsən? Bağışlayız, bir daha nə olar? Bir dəqiqə deyən, qoy bir də məşq eləyim. Göyərtini xırda-xırda doğrayırsan. Sən üstündə çal-çavur döründə çəkirəm ha döyür abi. Göyərtini xırda-xırda doğrayırsan, yumurta ilə qarışdırıb yağda o üzbüz qızardırsan. Söz yox. Hə, kükü. Göyərtini xırda-xırda doğrayırsan, yumurta ilə qarışdırıb. Göyərtini götürürsən. Şu nədir? Göyərtini... Yox, təpdir. Dayanın. Yeməyin nə var? Kükü. Kükü nədir? Kükü. Nə fışdırıqlıysan, mən fışdırıqa çıxan kişilərdən deyiləm. Atamın canım. Mən təmiz qəlbli insanım. Çox sevdim. Kim balası bir də çıxsa səni küləcək. Burada. Mən ən kaseti çıxacaq, baxarsınız yaxşı Türkiyədə. Suyu tulla. Yavaş ol, ben Allah evim. Nə getməyir. Aklıma da gəlməzdi ki, Kadir Bey nə bizdir? Kaşık getir! Kaşık getir! Ada kaşık da getir, senden getir! Senden getir! Ada kaşıkla... Gir! Bakalım. Bir de bakalım. Suni nefes verme lazım kızı. Sen kafa kaptın nefes ver at. Bəsdirin də. Niyə işə gecikirsiniz? Niyə hər gün bu oyun təkrar olunmalıdır? Siz adam dilini başa düşmürsünüz. Bugündən kim işə geciksə, onun maaşını 140 manat tutar. Belə yerdə ərəblər çox yaxşı buyurur. Vel ahli vana yorum çıka dandın. Ha? Seviyesiz gelin seviyesiz. Böyle midir Allah? Vana yorum çıka dandın. Ha? Yok, teksti var. Güldüm. Sen la sen neydi? Ha, vurmazsın gel burada, basarsın gel vur gözünün altını gördün de gel de gel. Ne durursan orada gel de derim sana. Ona bakayım. Ne istiyorsan sen benden. Gel de ne durursan orada gel de. Ana belim ana. Buyurunuz. Hemen geçtim. Hoş bulduk. Nasılsınız? Buyurunuz. Bu hayatta qohum oldu biz bir zaman. Bizi qohum eyləyənə canımızda qurban. Yaşayırıq ömrümüzü şən firavan. Biz mehriban bacanaqlarıq. Yeri gəlsə dostluq həm də yoldaşıq biz. Dar məqamda etibarlı sirdaşıq biz. Sanki hamı sana doğma əziz qardaşıq biz. Biz mehriban bacanaqlarıq. Var ol ay bacanaq. Nə yaxşı ki belə bacanağım oldu mənim. Hər bir işimizdə bir-birinə dayağıq. Bir yerdə olanda unudulur həyatın acıları, dərdi qəmi. Birdir gördüyümüz hər işimiz, söhbətimiz, hər sözümüz mehriban bacanaq.